Dostlar, Çinin industrial texnoloji inqilabının nəticələrini sizə göstərməyə davam edirəm. Sadə dildə desəm inkişafını göstərirəm sizə. Bax, belə bir aeroportda kofe aparatına rast gəldim. Bundan öncə bu aparatı mən Şanxayda olanda sizə bir qısa olaraq göstərmişdim. İndi də dedim qoy yaxınlaşım, həm sifariş eləyim, vaxtım var. Seçim kofemi ya da çayımı. Uşaqlar çay istədi, çay seçirəm. Bu şəkildə seçirsən, buzunu, şəkərini, nəyini istəyirsən artırırsan ya azaldırsan. Ondan sonra QR'ı oxudub işə başlayır aparat. Kofenin qiyməti 15 neçə 16 yuan idi. O da 2 dollar kimi bir şey eləyir. Aeroport üçün baha deyil. Gələcəkdə çox insanın işini əlindən alan robot əl işə düşür. Çay ekstraktını əlavə edir. Ondan sonra göndərir isti suya və siropa. Şirin çay demişdim versin. Ondan sonra qapağını bağlayıb bizə təhvil verəcək. Qapağını bağladı. Elini sıxdı qapağını. Bizə təhvil vermək üzrə. Bax belə. Yəni siz də bundan sifariş eləyib istədiyiniz yerdə qoya bilərsiniz və bu şəkildə baristaya artıq ehtiyac qalmır. Təbii ki, barista ilə kofe başqa ləzzət. Ona mən heç nə demirəm, amma yenə də. Sağ olun.